Salam uşaqlar, bugün mən bəzi misallar üzərində kimyəvi rabitənin hansı növünün olduğunu və sayı necə tapılmalı olduğunu izah edəcəm. Biz bilirik ki, eyni qeyri-metallar arasında, məsələn, oksigen nümunəsi göstərmişəm, qeyri-polyar kovalent rabitə var. Yəni, burada qeyri-polyar kovalent rabitədir. Neçə qeyri-polyar kovalent rabitə var dedikdə, oksigenin valenti qədər. Oksigenin valenti 2-dir, istisnaları çıxmaqla. 2 qeyri-polyar kovalent rabitə var. Sonra ağ fosfor molekulası göstərmişəm. Burada deyir ki, neçə qeyri-polyar kovalent rabitə var. Çünki eyni elementlər arasında olur. Eyni elektromənfi, eyni olan qeyri-metallar arasında olan rabitə qeyri-polyar kovalent rabitədir. Uşaqlar, bunun üçün biz bunun quruluşunu bilməliyik. Baxın, ağ fosfor belə bir quruluşa malikdir. 4 fosfor atomu var molekulada və hər biri 3 kimyəvi rabitə əmələ gətirir. Quruluşa baxanda baxırıq ki, burada ümumi 6 kimyəvi rabitə var uşaqlar. 1, 2, 3, 4, 5, 6 qeyri-polyar kovalent rabitə var. Burada yenə karbon qazı göstərmişik. 2 fərqli qeyri-metallar arasında isə polyar kovalent rabitə olur. Yəni siz fərqli 2 qeyri-metal gördüksə, arasındakı rabitə polyar kovalent rabitədir. Burada necə tapırıq? Bax, oksigenin valentini indeksinə vururuq. 2 dəfə 2, 4. Yəni burada 4 polyar kovalent rabitə var. Quruluşun açanda da bunu müşahidə edə bilərsiniz. Baxın, 4 kimyəvi rabitə, yəni polyar kovalent rabitə var. Burada isə biz metal görürük. Əgər biz birləşmənin içərisində metal görürüksə, burada artıq olur ion rabitəsi. Çünki metallar elektron verərək müsbət yüklü ionlara çevrilir, mənfi yüklü anionlarla qeyri-metallar arasında elektrostatik cazibə qüvvəsi nəticəsində ion rabitəsi yaranır. İon rabitənin sayını tapmaq üçün metalın valentini onun indeksinə vurmaq lazımdır. Dəmirin burada valenti 3-dür. 3-ü 2-yə vururam. Burada deməli 6 ion rabitəsi var. Əgər biz amma metalı tək görsək, yanında heç bir kimyəvi element görməsək, buradakı kimyəvi rabitə uşaqlar ion yox, metal rabitəsidir. Metalların kristal qəfəsində müsbət yüklü metal ionları ilə mənfi yüklü elektronlar arasındakı cazibə nəticəsində metal rabitəsi yaranır. Baxın, burada baxın. Metal və qeyri-metal gördüm. Natrium xlorid oksigensiz turşunun duzudur. Burada da yenə tipik ion rabitəsi var. Baxın, metal birləşmədə də ona görə ion rabitəsi var. Biri natriumun sayına vururam, bir ion rabitəsi var. Və uşaqlar, məsəl üçün, oksigenli turşuların duzlarında isə metal olduğuna görə bütün duzlarda ion rabitəsi olur. 2 ion rabitəsi var. Çünki biri 2-yə vurdum. Ümumi rabitənin biz sayını tapmaq üçün bəziləri istisnadır, onları mən sizə deyəcəm. Oksigenin valentini onun indeksinə vururuq. Oksigenli turşuların duzlarında və əsaslarda. 2-ni vururam 4-ə. Bax, 8 ümumi rabitəm var. Bunun ikisi iyondursa, deməli 6-sı polyar kovalentdir. Axı, mən bunun içində fərqli qeyri-metallar da gördüm. Deməli, həm də polyar kovalent rabitə var. Uşaqlar, turşularda davam eləyəcəm. Buradan turşularda və sulfat turşu nümunəsi gətirmişəm. Burada görürük ki, müxtəlif qeyri-metallardır. Deməli, burada ancaq polyar kovalent rabitə var. Neçədir? Ümumi baxaq. Başqa rabitə yoxdur ki, 2-ni vururam 4-ə. 8 rabitə var, 8-i də polyar kovalentdir. Orta fosfat turşusu göstərmişəm. 2-ni 4-ə vururam. 8 polyar kovalent rabitə var. Amma uşaqlar, fosfit turşusu, hipofosfit turşusu və nitrat turşusunda burada bu qayda ödənmir. Biz bilirdik ki, fosfit turşusu 3 hidrogen olmasına baxmayaraq 2 əsaslı turşudur. Yəni 2 hidrogen birbaşa oksigen vasitəsilə fosfora birləşir və metalla əvəz oluna bilir. Digər bir hidrogen birbaşa mərkəzi elementlə birləşir və metal onu əvəz eləyə bilmir. Burada ümumi rabitənin sayını tapsaq 2 dəfə 3-ün 6 edir. 6 rabitə olmalıdır. Amma quruluşuna görə görürük ki, xeyr, burada elə deyil. 1, 2, 3, 4, 5, 6, baxın 7 polyar kovalent rabitə var. Eyni hipofosfit turşusunda da belədir. Quruluş formunu yenidən təkrar açmışam. Baxın, bir əsaslı turşudur. Bir hidrogen oksigen vasitəsilə fosfora birləşir. Digər 2 hidrogen isə əvəz oluna bilmir. Və burada 2 vur 2, 4 yox. 1, 2, 3, 4, 5, 6 polyar kovalent rabitə var. Nitrat turşusunda da quruluşu belədir. Biz bilirik ki, azotun valentinin düzgün olması üçün quruluş belə açılır və qırıq-qırıq bu rabitələr ikisi bir rabitə hesab olunur. 1, 2, 3, 4, bu da 1, 5, deməli burada polyar kovalent rabitə var. Amma hesablasaq 2 dəfə 3-ün 6 olmalıdır. Davam edək burada duzlarla. Baxın, yenə metal gördüm, ion rabitəsi var. 3-ü 2-yə vururam, 6 ion rabitəm var. Ümumi rabitənin sayı 2-ni vururam, oksigen sayına bax, 4-ü vurdum 3-ə, 12-ni 2-yə vururam. 24 ümumi rabitəm var. 24-dən də 3-ü çıxdı, 6-nı çıxdım, yəni ionu çıxdım, qaldı 18 polyar kovalent rabitəm var.
Uşaqlar, amoniumun duzlarında da diqqətli olmaq lazımdır. Biz bilirik ki, amonium müsbət yüklü katyondur və burada turşu qalıqları arasında ion rabitəsi yaranır. Yəni, bir maddənin içində amonium varsa, orada ion rabitəsi var. İon rabitəsini tayin bilmək üçün amoniumun sayı qədər olur. Yəni, valenti 1 olduğuna görə burada amoniumdan 1 dənədir. 1 ion rabitəsi var. Yaxşı, polyar kovalent necə tapılır? Burada artıq ümumi rabitəni 2 vur, 4-ə, belə 8-dən tapmaq olmur. Dəqiq variant polyar kovalent rabitəni tapmaq üçün burada azot və hidrogenlər arasında da polyar kovalent rabitə olur. Ona görə biz turşunu yaradan mərkəzi elementin valenti, yəni kükürdün valenti 6-dır. Üzərinə hidrogenin sayını gəlirəm. 4, bu da 1. 5 hidrogen var. 11-dir. Valenti necə tapırıq? Adi valent qaydaları ilə. Baxın, 2-ni vurdum 4-ə. 8. 8-dən 1 bu, bir də hidrogen. 2-ni çıxanda 6 edir. 6 üstə gəl 5. İndi gəlin bura baxın. Amoniumu yenə duzlu nümunə göstərmişəm. Amoniumun valenti 1-dir. Burada 2 ion var. Valent rabitənin sayını tapmaq üçün polyarı. Karbonun valenti 4-dür. 4-ün üzərinə 4 vur 2, 8 hidrogen, yəni maddədə olan hidrogenlərin sayını gəlirəm. Bu da eləyir 12, polyar kovalent rabitə var. Uşaqlar, peroksidlərdə biraz fərqli doğruluşlarda, məsələn, hidrogen peroksid göstərim, natrium peroksid göstərim. Peroksidləri oksidlər bölməsində mən izahda vermişdim. Peroksidlərin quruluşu belədir. Oksigenlər öz aralarında da birləşir. Ona görə məsələn, hidrogen peroksiddə ikisi polyar kovalentdir, amma oksigenlər arasında qeyri-polyar kovalent rabitə olur. Natrium peroksiddə isə fikir verin, natrium quruluş belədir. Burada natrium və oksigen arasında ion olur, amma oksigenlər arasında qeyri-polyar kovalent rabitə olur. Baxın, ferium S2, pirit. Pirit belə yazılır. Təbiətdə tapılan minerallardan biridir. Piritin quruluşu budur. Kükürdün valenti 2-dir, dəmirin valenti 2-dir. Fikir verin, burada kükürdlə kükürd arasında qeyri-polyar kovalent rabitə var. Amma biz deyirik ki, qeyri-polyar, məsələn, O2, N2, H2 belə mürəkkəb birləşmələrdə də ola bilər. Kalsium karbid, bax, kalsium karbid quruluşu belədir, baxın. Kalsiumla karbon arasında ion rabitəsidir, amma karbonlar arasında qeyri-polyar kovalent rabitədir. Uşaqlar, əsaslarda da yazıram dəmir 3 hidroksid. Əsaslarda da baxın, metal varsa burada ion rabitəsi var və fərqli qeyri-metallarda isə polyar kovalent rabitə olur. İon rabitəsi, dəmirin burada valenti 3-dür. 3-ü 1-ə vururam. Burada 3 ion rabitəsi var. Cəmi neçə rabitə var? Oksigenin valenti 2-ni 3-ə vurun. 6 rabitə var. 3-ü iondur. Digər isə polyar kovalent rabitəyə aiddir.